Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə bu şəkildə qarpız dilimi formasında saç sancağının hazırlanmasını göstərəcəm. Necə hazırlamaq lazımdır? Bunun üçün bizə belə bir sancaq lazımdır. Müxtəlif ölçülərdə siz hazırlaya bilərsiniz. 4, 5, 6 müxtəlif ölçülərdə. Mən çox böyük ölçüdə eləmədim. Sancağın kənarını toxumaq üçün mütləq bir milçə ayırıram. Həmişə bu milçədən istifadə edirəm və bu dilim hissəsini toxumaq üçün 2 milli milçədən istifadə edirəm. Bu milçəni bunu işlətmirəm və bizə lazımdır koton iplər. Çalışın ki bu ipləri tüklənən iplərdən olmasın. Belə koton iplərdən istifadə edin. Müxtəlif renklərdən mən istifadə etdim və sancağın kənarını hazırlamaq üçün belə ipdir. Bu şəkildə göstərirəm. Bu adi koton iplə də hazırlayıram. Bu adi koton ipləndir. Bu da bu iplərlə də. Bu iplə toxumaq çox rahatdır. Bu bir sıra bunu toxuyuram. Yetərli olur. Bunu toxuyanda kənarlarını da toxumaq lazımdır koton iplə. Və qara ipdən də istifadə etdim. Müxtəlif rənglərin alınmaq üçün bu şəkildə bir də belə kley tapançadan istifadə etdim. Bu hissəsini yapışdırmaq üçün, bu şəkildə. İndi keçək necə hazırlamaq lazımdır. İstər sancağı, istər üzərindəki aksesuarı necə hazırlamalıyıq. Onları birlikdə hazırlayaq. Buyurun. Qarpız dilimini hazırlamaq üçün ilk öncə bizə qırmızı renk lazımdır. Qırmızı renk ip götürürük. Bir də 2 milli milçə. Deməli ipi bu şəkildə qoyuruq üst-üstə. Gördüyünüz kimi bu cür başlayırıq. Belə götürürəm. Üst-üstə qoyuram. Götürdüm və içindən bir çıxır. Bir daha göstərirəm. İpi bu şəkildə qoyuruq üst-üstə. Bir əlim barmağımız, iki barmağımızın arasında sıx saxlayırıq. Daha sonra götürürük birini bu şəkildə düyünlüyük. Bunu elədim. Daha sonra 1, 2 zincir çəkirəm. Bunu bu şəkildə saxlayıram. Başına doluyuram. Salıram altdan. Buradan götürürəm. İkisini bir çıxardıram. İkisini bir çıxardıram. Bir daha götürürəm. İkisini bir çıxardıram. İkisini bir çıxardıram. Bu şəkildə 12 ədəd edirik. İkisini bir, ikisini bir. Başına doluyuruq. İkisini bir, ikisini bir. Sayırsız sayını diqqətli olursunuz. Bu iki ip burada qalır. Bu şəkildə bunu sıxırıq arada. Sayım. Deməli 2 dənəli zinciri də sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 ədəd oldu. Birini də eləyirəm. Olur 12. Və bunu çəkirəm. İpi çəkirəm, sıxıram. Elə çəkirik ki arada qalmasın.
Daha sonra burada elədiyim ikilinin baş hissəsindən salıram və bunu bunun içindən çıxardıram. Bu şəkildə oldu. İndi 1, 2, 3 zincir çəkirəm. 3 zincir çəkirəm və bunların hər birinin içindən 2 dəfə çıxıram. Saldım. Dibindən 1, 2. 2 dəfəyə çıxıram və hər birindən 2 dəfə. Deməli 12 idi, indi olacaq 24. Salıram. Bir dəfə çıxdım, başına doluyuram. Bir daha çıxıram. 2. Bir daha. 1, 2. 2 dəfəyə çıxdım. 1, eyni yerdən 2. 1, eyni yerdən çıxıram. 2. Bu şəkildə. Aranı kəsmədən toxudum. İstəyirəm ki, aydın olsun. Sona gəlib çatırıq. Və sonuncuya 1 və 2 və gətirirəm. Burada saldım və çıxartdım baş hissəsindən. Deməli, burada əslində belə eləyə bilərik. Deməli, indi ağ sapa keçməliyik, ağ ipə. Bunu belə eləyək. Buradan salaq. Buradan ağ ipimizi çıxardaq. Ağ rəngdə ipi. Deməli, ağ ipi əlimizdə saxlayırıq. Salırıq milçəmizə və ağ ipi çıxardırıq. Bu şəkildə. Qırmızını yox, ağı çıxardırıq. İndi deməli mən qırmızı ipi kəsim, çıxardım. Bunu çıxartdım. Ağ ipi çıxartdım və qırmızını və ağın artıq hissəsini mən buradan bu şəkildə toxuyacağım, itirəcəm. Burada bir zincir çəkirik. Zincir çəkdim. Deməli, burada ikili yox, iki dəfəyə yox, bir dəfəyə çıxırıq. Hər birinin içindən 2 dəfə çıxmışdıq. İndi burada isə bir tək, bir cüt, bir tək, bir cüt toxuyurum. Birini elədim. Bunu tək hesablayıram. Deməli, ikincini baş hissəsindən götürürəm və bir dəfə çıxdım. Eyni yerdən götürürəm. İkinci dəfə çıxıram.
Üçüncüdən götürürəm. Bir dəfə çıxıram. Dördüncüdən götürürəm. Bir. Bir tək toxuyuruq, bir cüt. Bir tək. İndi bir cüt toxuyuruq. Bunun artıq hissəsini çıxardıram. Deməli, bir tək, bir cüt, bir tək, bir cüt. İndi yenə də bir tək, bir cüt. Bir tək, bir cüt. Bir tək, bir cüt. Bu şekilde sona kadar gedək. Sizin əgər sancağınız böyükdürsə və yaxud da rezinlə hazırlamaq istəyirsinizsə, onda qırmızı sıranı 2 sıra yox, 3 sırada toxuya bilərsiniz və yaxud da sancağınız böyükdürsə 3 sırada toxuya bilərsiniz. Yəni ki, bunu böyüdüb kiçiltmək sizdən asılıdır. Mənim sancağım kiçik olduğuna görə, çox böyük olmadığına görə, mən böyük istəmədiyimə görə, ona görə də sıranı az elədim. Çünkü kiçik sancağın üstündə çox kobud görünür böyük olanda. Bu şekilde geldik, sona çatdıq. Birindən cüt çıxardırıq, birindən tək, birindən cüt, birindən tək. Tək. Cüt. Deməli, gəlib indi keçirik yaşıl ipə, yaşıl rəngə. Yaşıl rəngə keçmək üçün nə edirik? Deməli, buradan salırıq. Bunu götürdük, buradan da salırıq və ağ yerinə yaşıl renk ipi çıxardıram. Bu şekilde. Deməli, ağı saxlayıram kənarda, yaşıl rengi çıxardıram və ikisinin içindən bu şekilde çıxardıram və bir də zincir çəkirəm. Bunu sıx saxlayıram. Və ipimizi götürürəm. Deməli, bunu burada bitirdim. Bunu burada birləşdirməliyəm. Birləşdirməliyəm. Deməli, birləşdirəndə yaşıl rənglə birləşdirirəm. Ağla yox, yaşıl rənglə. Buradan çıxdım. Bunu da bunun içindən çıxardıram. Və bir dənə zincir çəkirəm bu şəkildə. Ağ ipimizi
kəsirəm. Artıq ağ ip bizə lazım olmayacaq. İndi yaşılla davam edirik. Yaşıl və ağ ipi buradan altdan özümüz üçün bunu buradan çıxartdım. Deməli, bunları aşağısını daha çox sıxırıq. Bunu bir yerdən də çıxardım. Və artıq hissəsini kəsirəm. Çıxardıram. Bu ağla yaşılın da artıq hissəsini çıxardıram. Və deməli ikisini buradan elədim. Bu şəkildə. Buradan həmin eyni yerdən çıxardıram və arxadan da salıram. Bu hissədən bir daha götürürəm. Götürdüm. İndi dibindən və buradakı dibindən həm arxadan, həm öndən götürürəm. İkisinin içindən bir yerdə çıxardıram. Bu şəkildə. Deməli, davam eləmək üçün başına doluyuram. Hər bir ilmənin başından götürürəm. Həm öndən, həm arxadan. Bu şəkildə götürdüm. Toxuyuram. Başına doluyuram. Götürürəm. Hər ikisindən çıxardıram. Həm arxa, həm ön eyni dərəcədə. Götürürəm. Öndən və arxadan. Hər birinə götürün. Eyni olsun. Arxa, ön eyni olsun. Başına doluyuruq. Başına dolamadan da eləyə bilərsiniz. Başına dolayanda sadəcə olaraq daha belə dolu görünür. Ona görə mən başına dolayaraq toxudum. Siz istəsəniz başına dolamadan da gəldik, sona çatdıq.
vurduk ve sona geldik. Bu şekilde. Bir tane gördüğünüz gibi artık kalan ipi içerisine salarak deməli arkadan bunu bu şekilde eleyirik ve sarıp içerisine bu şekilde deməli bunu hazırladık. İndi neyik? İndi belə bir iğne sap götürürük. Qara renk. Qarpızlarımızın üzerine dənə şeklində dənələrini tikirik. Deməli bunu alt hissədən salıram. Ortasından salıram. Arkasından bu şekilde bunu içeride saklayacağız. Tam arkadan da salabiliriz. Çünkü arkadan görünmür. Bu şekilde arkadan eləyək. Salırıq. Ve bu şekilde çıkardırıq. Bu şekilde çıkardırıq. Bu şekilde. Müxtəlif yerlərdən eləyə bilərsiniz. Yəni ki, fərqi yoxdur. Hardan sadəcə olaraq qarpız dilimləri şəklində olsun. Qarpız dənələri daha doğrusu. Sanki bir dənələr var. Bu şəkildə. Da tikirəm. İsteseniz bunu buradan bu şekilde bağlayabilirsiniz. Daha itibarlı olur ondan. Bunu bağladım. Siz de isteseniz bağlayabilirsiniz. Bu şekilde. Artık hisselerini çıkardırıq. Bu şekilde. Deməli, qarpız dilimimiz hazırdır. İndi keçirik. Deməli, sancağımızın hazırlanmalarına. Sancağımızı bu hissəsini istədiyiniz renkdə hazırlaya bilərsiniz. Məsələn, istəsəniz bu şəkildə də eləyə bilərsiniz. Belə. İndi bir dənə də başqa renkdə hazırlayıranlar. Biri hazırdır.
Bu renkdə də hazırlaya bilərik. Bu renkdə də hazırlaya bilərik. Fərqi yoxdur. Mən bu renkdə hazırlayayım. Deməli, sancağımızı adi koton iplərdən də eləyə bilərik. Bu şəkildə. Belə. İstəsəniz belə də eləyib. Hazırlanmış. Məndə hazır sancaq var. Belə də eləyə bilərəm. Mən bu ipdən toxumağı daha rahat gördüm. Bu ip əldə eləyəndən sonra mən koton iplərə üstünlük verirəm. Çünki bu sancağın hazırlanması, toxunması bu iplərlə daha rahatdır. İndi mən sizə göstərəcəm. Belə bütün ip satılan mağazinlərdə var. Bu şəkildə. Deməli, sancağımızı götürürük. Mən bu toxuduğum milçəni sancaq üçün istifadə etmirəm. Çünki bu aşındırır. Ona görə də bunun üçün ayrı bir sancaq ayırmışam. Göründüyü kimi bunun kənarları artıq belə sürtünüb aşındırıb. Ona görə də bunun üçün başqası birini ayırmışam. Bu şəkildə götürürəm. Deməli, bunu düyün elədim və salıram buradan. Düyünümüzü buradan salırıq və çıxardırıq buradan. Bu şəkildə saldım. İndi 1, 2 və 3 dəfəyə çıxdım. Keçirdirəm bu tərəfə. Adi koton iplərlə necə toxuyurdumsa elə toxuyuram. Amma burada bir şey var ki, bunun kənarları belə tüklü olduğuna görə tez örtülür. Yəni ki, narahat etmir bizi. Rahatlıqdan toxuya bilirik. İnce tərəfi ilə toxuyum mən. Bu şəkildə eləyirik. Və ikisinin içindən çıxardıram. Salıram və ikisinin içindən çıxardıram. Bu şəkildə gördüyünüz kimi çox rahatdır. Saldım. Hem de çok güzel görünür. Bu uç hissələri rahatlıqla örtülür. Koton iplə eləyəndə biraz bağlanmaq, örtülməyi narahatlıq eləyirdi. Ancaq burada heç bir narahatlıq yoxdur. Çox rahat şəkildə deməli toxumaq olur. Bu şəkildə eləyirik. Çıxardırıq və bunun içindən çıxardırıq. Çıxardırıq. Biraz mən sıx eləyirəm ki, ona görə mən bu formada eləyirəm. Biraz sıx eləyirəm ki, çox boş olmasın. Yəni uç hissəsi də rahatlıqla bağlanır.
bu hissəsi rahatlıqla bağlanır. İkinci dəfə getməyə ehtiyac olmur. Bir dəfə toxuyuruq. Yəni ikinci sıranı getməyə ehtiyac olmur. Koton iplərdə toxuyanda kənarlarını ikinci hissə gedirdik. Mən göstərmişəm. Başqa sancaqları hazırlayanda sizə göstərmişəm. Kanalımda var. İstəsəniz baxa bilərsiniz. Bu şəkildə. İndi bu hissəni necə toxuduqsa, veri kənarını da bu formada gətiririk. Bu şekilde. Bu kenarında eyni cür toxuyaq. Sona çatanda birlikdə davam edək. Gəldik. Bu şəkildə sona çatdıq. Və indi bu hissəsini eləyirəm. Buradan salıram. Buradan sardım və ikisinin içindən çıxardıram. Başına doluyuram. Buradan salıram. İkisinin içindən çıxardıram. Başına doluyuram. Buradan salıram. İkisinin içindən çıxardıram. Başına doluyuram. Bu şəkildə tam şəkildə örtüldü və keçirəm kənarına. Salıram buradan və bunu bunun içindən çıxartıram. Bu şəkildə. Və bunu kəsib çıxartıram. Xanımlar, gördüyünüz kimi məndə 3 formadadır. Mən sizə bunun toxunuşunu göstərdim. Bunlar ikisi eyni ipdəndir. Bu isə koton ipdəndir. Koton ipdən də kanalımda başqa aksesuarlar toxuyan vaxt sancağı necə hazırlamaq lazımdır koton ipdən. Orada var. İstəsəniz baxa bilərsiniz. Bir çəkilişimdə xüsusi olaraq koton iplə necə toxumaq lazımdır onu da göstərəcəm mütləq bu yaxınlarda. İstədiyiniz vaxt o cür toxuya bilərsiniz. İndi mən burada 3 dənə toxumuşam və bu 3 dənəni 3 rəngdə hazırladım. İstədim ki, hansı rənglər sizə xoşdur, o rənglərdən istifadə edəsiniz. Bu cür kleyimizi isidirik, aparatımızı və bunun arxa tərəfini belə eləyirik və yapışdırırıq. İkincini də yapışsın və üçüncünü qızdırırıq və müxtəlif yerlərinə və bu şəkildə mükəmməl. Əgər sizdə belə tapanca kleylər yoxdursa, siz bunu tikə də bilərsiniz. Bunu belə tikə bilərsiniz, bu hissələrindən tikə bilərsiniz. Yəni ki, problem deyil. Mən tapanca kleylə rahat olduğu üçün bundan toxudum. İstəyən tikə bilər. Bu cür. Buyurun xanımlar, sizə müxtəlif rənglərdə hazırladım.
İstədim ki, seçimini özünüz edəsiniz. Əgər əl işimi bəyəndinizsə, abunə olmağı, bəyənməyi unutmayın. Zınqrov işarəsini aktiv etsəniz, əl işlərimdən ilk olaraq siz xəbərdar olacaqsınız. Abunəlik üçün heç bir haqq ödənilmir. Abunə olsanız, bütün əl işlərimdən xəbərdar ola bilərsiniz. Hələlik görüşmək ümidi ilə. İnşallah ki, yeni əl işlərimdə yenidən birlikdə olarıq.